Masallıda 33 yaşlı gənc bıçaqlanaraq öldürülüb. Qətl hadisəsi rayonun Şatroba kəndində qeydə alıb. Belə ki, kənd sakini 33 yaşlı Təyyar Quliyev bugün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində evindən kənarda həmkəndləri tərəfindən yolda tapılıb. 3 bıçaq zərbəsi alan yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib. Onun meyti məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Səhər evdə oturmuşdum. Benim bacım geldi. Evdeki bacım. Mən dedi ki, bəs belədir. Deyirlər ki, Təyyar evə gəlməyib. Yıxılıb harada, kendi qırağında. Biz de getdik orada. Gördüm, vurublar da onu da. Bilmirik ki, kim elib, nə elib. Sonra götürdük, apardık barnisaya, keçindi də. Bıçaq izi var. Onda mən lap yaxından baxmadım da deyirlər 2-3 dənə dajı çox var. Bilməm, bir dənədir, 2 dənədir. Bu adam bunun lap elə bir naroşnu vurub da, deməli öldürməyə vurub. Xarakterincə necə bir uşaq idi? Sakit uşaq, nə uşaqdır? Hamısı uşaqlar kimi, o da cəmiyyət nətər, o da eləncə Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Cabir Məmmədov, Sərran Mürsəfəroğlu, Səs TV, Masallı.